Salam, çox hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük. Biz bugün Ağdam rayonu Quzan Ərazi nümayəndəliyində çox gözəl bir villa ilə sizi tanış eləmək üçün gəlmişik. Həqiqətən də yeni bir villamız 12 sot məhəllənin içində yerləşir. Dəyərli izləyicilər, çox vaxtınızı almaq istəmirəm. Hal-hazırda təcili olaraq keçə villamızın həyəti ilə sizi tanış eləyək. Gördüyünüz kimi həyətə daxil olduğumuz zaman çox gözəl, yer də gördüyünüz kimi çox səliqəli bir formada inşa olunub pametlə və gördüyünüz kimi evimizin həyətində hasarlar da xüsusi işləmələrlə işlənilib. Gördüyünüz kimi, yəni bu maket deyil, nəzərdə çatdırdım. Və burada da gördüyünüz kimi dəyərli izləyicilər, dekorativ ağaclar əkilərək burada gözəl bir şəraitlə qurulub, gördüyünüz kimi. Və dekorativ ağacların baş hissəsində yerləşən belə bir qonaq otağımız da var. Qonaq otağının için sizə sonunda göstərəcəm dəyərli izləyicilər. Gördüyünüz kimi dəyərli izləyicilər, villamızın arxa hissəsində belə bir maşın saxlamaq üçün qarajı və yay mətbəxi də ön hissədə gördüyünüz kimi gözəl bir yay mətbəxi var və qazı suyu işığı çəkili halda. Dəyərli izləyicilər, nəzərdə çatdırım ki, villamızın həyətinə daxil olduğumuz zaman bu cür gözəl bir, özü də aktiv bir şəlalə, çox gözəl bir şəlalə ilə tanış edirik və şəlaləmizin qarşısında gördüyünüz kimi çox gözəl bir basenisi də var və şəlaləmizdən sonra burada xüsusi əl işləmələri ilə hazırlanmış, masallıdan zakaz əllə hazırlanmış gözəl bir təndirimiz burada gördüyünüz kimi var, dəyərli izləyicilər. Və burada bizim çox gözəl bir söhbətgahımız var. Həqiqətən də, bax, özünüz görürsünüz ki, çox ideal bir yerdir. Mangalın daşları gördüyünüz kimi xüsusi kərpişdəndir, dəyərli izləyicilər. Və burada da moykadır gördüyünüz kimi aktiv vəziyyətdədir. Və dəyərli izləyicilər, dekorativ bir stol yığılıb burada gördüyünüz kimi. Bu yerdə gördüyünüz kimi bu kapel var. Xüsusi İrandan zakaz olunaraq gəlib burada yerə döşənilib şəkildə görürsünüz. Çox gözəl də bir əl qabiliyyəti ilə burada iş görülür. Və indi dəyərli izləyicilər, hal-hazırda daxil olaq villamızın içərisi ilə sizə tanış eləyək. Görək sizi hansı gözəlliklər gözləyir. 6 pilləkən qalxdıqdan sonra dəyərli izləyicilər, birinci növbədə bizi mətbəx qarşılayır gördüyünüz kimi. Həqiqətən də baxın özünüz, çox ideal bir mətbəxi var həqiqətən. Və burada da gördüyünüz kimi çox gözəl bir sanitar qovşağı var. Həqiqətən də ideal bir sanitar qovşaqdır dəyərli izləyicilər. Və nəzərinizə bir məsələni çatdırım ki, çöldən giriş iki cürdür. Həm mətbəxə giriş zamanı bura çıxırsınız, həm də birbaşa buradan foyeye daxil olursunuz dəyərli izləyicilər. Foyeye daxil olduğumuz zaman bayaq sizi tanış elədim, bura sanitar qovşaqdır və burada yataq otağıdır dəyərli izləyicilər. Hal-hazırda gir müşahidə elə qardaşlar. Və sonrası ikinci yataq otağımızla tanış eləyək dəyərli izləyicilərimiz. Gördüyünüz kimi bura deski yataq otağıdır. Və o yataq otağını tərk elədikdən sonra sizi qonaq otağımızdan tanış eləyək. Həqiqətən çox ideal bir qonaq otağıdır dəyərli izləyicilər, nümunəvi və nəzərdə çatdırım ki, bütün evlər isti polla təchiz olunub və kondisioner kombi sistemi ilə təchiz olunub da burada. Gördüyünüz kimi dəyərli izləyicilər, hər tərəf bütün otaqlarımızın hamısında kombi sistemi də var. Dəyərli izləyicilərimiz, qonaq otağımızın baş hissəsində gördüyünüz kimi burada da bir dənə uşaqlarımızın oyun oynamağı üçün başqa bir xüsusi yer hazırlanıb və buradan da birbaşa həyəti, yəni şəlaləmizi müşahidə edirik. Həqiqətən də, yəni gəlin şəffaf danışaq sizlə və nəzərdə çatdırım ki, burada həqiqətən adam özünü çox rahat hiss edir, çox ideal bir evdir, həqiqətən nümunəvi bir evdir. Biz Ağdam rayonunda bir belə evlərdə olmuşuq, bir belə çəkilişlərimiz olub, reklamlarımız olub. Həqiqətən də bu cür ideal bir evlə mən qarşılaşmamışam, çox həqiqətən super bir evdir. Və nəzərdə çatdırım ki, təcili olaraq bura satışa çıxarılıb. Yəni, kimin bəxti gətirsə, buranı ən birinci o ala bilər və dəyərli izləyicilər,
İndi isə keçək həyətimizlə tanış olaq. Və dəyərli izləyicilərimiz, hal-hazırda daxil olaq villamızın həyətinə. Gördüyünüz kimi aşağıda sanitar qovşaqdır və sol hissədə də gördüyünüz kimi toyuq cüzə saxlamaq üçün addelli bir tikili də var. Bu villa ilə bağlı kim bizə müraciət eləmək istəsə, bizim ekranda əlaqə nömrəmiz olacaq. Həmin əlaqə nömrəsi ilə əlaqə saxlayaraq villamız haqqında geniş məlumatı bizdən detallı şəkildə ala biləcəksiniz. Və dəyərli izləyicilər, nəzərinizə bir məsələni çatdırım ki, gördüyünüz kimi bu villamızın açarı məndədir və istənilən vaxt kim bu villamıza baxmaq istəsə, mənimlə əlaqə saxlasın. Mən birbaşa gələcəm, bu villanın qapısını açacağım. Siz özünüz gördüyünüz kimi geniş gen plan tanış eləyəcəm dəyərli izləyicilər və videomuzu izlədiyiniz üçün təşəkkür edirik.